İnsanları tanıdıqca sevəcəksən yalnızlığını deyib məşhurlardan biri, amma bu deyim sağlam psixologiyaya sahib olan bir insanın deyimi deyil. Hətta bəzi insanlar bu fikri özlərinə həyat devzi kimi götürür. İnsanlardan uzaqlaşır, yalnızlaşır və bunu normal olaraq qəbul edir. Doğrudur, insan öz yalnızlığında, özü ilə tək başına qalmağı bacarmalıdır. Amma bu insanlardan, cəmiyyətdən tamamilə təcrid olunması anlamına, tamamilə yalnızlaşması anlamına gəlməməlidir. Çünki insan sosial varlıqdır, ünsiyyət və münasibətə ehtiyacı var. Hətta belə bir təcrübə aparılıb ki, yeni doğulmuş körpələri bir otağa salıblar, onlara yalnız qida və su veriblər. Onlarla heç bir ünsiyyət, münasibət saxlanmayıb. Müəyyən müddətdən sonra həmin uşaqlar heç biri həyatda sağlam qalmayıb. Əgər sən də insanları tanıdıqca onlardan uzaqlaşmağı, yalnızlığı sevirsənsə, seçirsənsə, düşünürsənsə ki, hər kəs mənə qarşı yanlış hərəkətlər eləyir, dəfələrlə eyni döngünü yaşayırsansa, o zaman mütləq öz tənhalığına, yalnızlığına çəkilməlisən, özünün fərqinə varmalısan ki, görəsən mən bütün bunları nəyə görə yaşayıram? Əgər tək başına bu problemin öhdəsindən gəlmək çətindirsə, psixoloji seanslar keçməyin mütləqdir. İnsanlarla arana sərhəd qoymağı bacarmalısan. Yalnızlıq insana məxsus deyil.